Salam, hər vaxtınız xeyir olsun, əziz şagirdlər. Bugün sizə maraqlı bir sual izah edirəm. Deyirlər ki, burada bizə aralarındakı məsafə 500 kilometr olan iki şəhərdən eyni vaxtda qarşı-qarşıya iki avtomobil yola düşdü. Avtomobillərin sürətləri 70 km/saat və 80 km/saat olarsa, 2 saat sonra onlar arasındakı məsafə neçə kilometr olar? Yaxşı, məsafəni tapmaq üçün S bərabərdir VT düsturundan istifadə edirik. İndi, bunun sürəti 70-dirsə, 2 saata nə qədər yol gedər? S bərabər də olur ki, 70-i vurarsan 2, yəni ki, sürəti vurursan zamana. Bu da edir 140. Bunun sürəti 80-dir. 2 saata S bərabərdir, 80 vurulsun 2. Yəni ki, 160 kilometr yol gedəcək. Bunlar gəlib nə qədər getdilər? 140, bu da 160. 140 plus 160. Bərabərdir 300 kilometr yol gediblər. Məsafə 500 olduğu üçün 500-dən çıxırsan 300-ü. Bu da bərabərdir 200 kilometr. Aralarındakı məsafə 200 kilometr olmuş olur. Bu məsafə. Bu sualın cavabı da yəni ki, oldu 200